Üçbucağın sahəsi. İxtiyari bir üçbucaq çəkək. Üçbucağımızı adlandıraq. A, B, C. İndi bu üçbucağın sahəsini tapmaq istəyirik. Buradan da bir dənə hündürlük endirək. Üçbucağın hündürlüyü. Bilirik ki, hündürlük təpədən qarşı tərəfə endirilmiş perpendikulyardır. Biz bu üçbucağın sahəsini tapanda burada bir hər hansı BH işarə edək. Biz yalnız düzbucaqlı üçbucağın sahəsini tapmağı bilirik. Yəni ixtiyari bir üçbucağın sahəsini tapmaq üçün, indi biz bu üçbucağın sahəsini tapmaq üçün 2 dənə düzbucaqlı üçbucağın sahəsini tapıb toplayaraq cəmləsək həmin bu üçbucağın sahəsini ala bilərik. Çünki fiqurun sahəsi bölündüyü fiqurların sahələri cəmidir. Yəni biz S üçbucaq A, B, C-ni tapmaq üçün S üçbucaq A, B, H və S üçbucaq B, C, H bunların cəmini tapmalıyıq. ABH üçbucağı düzbucaqlı üçbucaqdır və biz onun sahəsini keçmişik. Düzbucaqlı üçbucağın sahəsi katetləri hasilinin yarısıdır. Bunun kateti AH və BH-dır. Katetləri hasilinin yarısıdır. Ona görə vurulsun BH bölünsün 2. S üçbucaq BCH-ı tapdıqda isə yenə bunun katetləri HC və BH-dır. HC-ni BH-a vurub 2-yə bölürük. Onda biz S üçbucaq ABC-ni tapsaq bərabərdir. Bu ikisinin sahəsini topluyoruz. Yerinə qoysaq AH üzərinə gəl BH bölünsün 2, üzərinə gəl HC vurulsun BH bölünsün 2. Hər ikisində ortaq olan BH böl 2-dir. Biz onu mötərizə xaricinə çıxarsaq, yerdə qalır AH üzərinə gəl HC. Burada baxsaq ki, bax A-dan H və H-dan C-yə qədər olan bu iki məsafənin cəmi ümumi bizə AC-ni verir. Yəni bərabərdir BH bölünsün 2 vurulsun AC. Buradan da alırıq ki, onda AC, yəni tərəf, hündürlük bölünsün 2. Deməli, üçbucağın sahəsi tərəf və bu tərəfə çəkilmiş hündürlük hasilinin yarısıdır. Yəni, fərq etmir. İxtiyari biz bir üçbucağın sahəsini tapmaq üçün onun tərəfini və bu tərəfə çəkilmiş hündürlüyünü bilsək, məsələn, bu da HA indeksində A yazaq ki, A tərəfinə çəkilmiş hündürlükdür. Onun sahəsini tapanda A vurulsun HA bölünsün 2. Yəni tərəf və bu tərəfə çəkilmiş hündürlük hasilinin yarısı. Bu H indeksində yazırıq A-nı ki, yəni A tərəfinə çəkilmiş hündürlüyüdür. Gəlin, bu iti bucaqlı üçbucaqdır. İndi kör bucaqlı üçbucaq üçün də buna baxaq ki, necə edərik. Yenə kör bucaqlı üçbucaq çəkək. Bilirik ki, körbucaqlı üçbucağın hündürlüyü artıq onun xaricində olur. Yəni xaricində, məsələn, bunu belə tərəfin uzantısını çəkilmiş olur. Uzantısına çəkdik. Bax, bu hündürlüyümüzü olsun A, B, C, bu da H hündürlük. İndi biz bax, buradakı, içərdəki bu A, B, C üçbucağının sahəsini tapmaq istəyirik. Əvvəlcə bildiklərimizdən, yəni ancaq düzbucaqlı üçbucağın sahəsini bilirik. Ona görə biz S üçbucaq A, B, C-ni tapmaq üçün böyük üçbucaqdan, yəni A, H, B-nin sahəsindən çıxmalıyıq üçbucaq A, H, C-ni. ABC o da bərabərdir. A, H, B-nin sahəsini tapmaq üçün A, H, B baxırıq ki, burada düzbucaq, bax bu A, H, bir də bura. Bu düzbucaqlı üçbucaqdır. Bunun katetləri oldu AH və HB bölünsün 2 minus AHC üçbucağı isə bu kiçik üçbucaqdır. Buradakı bu kiçik üçbucağımız. Bunun katetləri də AH və HC-dir. Bölünsün 2.
Yenə hər ikisində ortaq olan AH böl 2, AH böl 2. Mötərizə xaricinə çıxarırıq. Yerdə qaldı HB minus HC. HB, yəni bax bu bütövdən bu HC-ni, bu hissəsini çıxanda bizdə yerdə qalır BC. Yəni AH bölünsün 2 vurulsun BC. Yenə də gördük ki, bax bu üçbucağın hündürlüyü və tərəfi oldu. Yəni körbucaqlı üçbucağın da sahəsi, bu körbucaqlı üçbucağımız bu tərəf olsa, bu da onun tərəfinə endirilmiş uzantısına endirirdi axı biz perpendikulyarı. Bu hündürlük olsa, onda körbucaqlı üçbucağın da sahəsi bərabər olur. Tərəf vurulsun hündürlük bölünsün 2. Yəni bütün növ üçbucaqlarda sahə, tərəf vurulsun həmin tərəfə çəkilmiş hündürlük onların hasilinin yarısı. Düzbucaqlı üçbucaqda katetlər hasilidir. Hətta orada da belə baxsaq ki, bunun 2 dənə hündürlüyü, daxı bir bu hündürlük idi. Bu da tərəf kimi baxsaq, burada da görürsünüz, tərəf vurulsun hündürlük bölünsün 2. Gəldik çalışmalarımıza. Üçbucağın sahəsini tapın deyir birincidə. Baxırıq, tərəf var 8. Bu tərəfə çəkilmiş hündürlük var. Biz də demişdik, sahə bərabərdir. Tərəf vurulsun hündürlük bölünsün 2. 8 ilə 2, 4. 4-ü də 5-ə vurduq, 20. Burada yenə tərəf 5. Bu tərəfə çəkilmiş hündürlük bu 4-dür. Çünki körbucaqlı üçbucaqdır. Onda olur 5 vurulsun 4 bölünsün 2 bərabərdir 10-a. Digərində baxın. Bax bu tərəf 8 tərəfdir. Bu tərəfə çəkilmiş hündürlük 3. Onda olacaq S bərabərdir 8 vurulsun 3 bölünsün 2. Bu da 4. 4-ü də 3-ə 12. F-də isə yenə bu tərəf 9. Tərəfə çəkilmiş hündürlükdür. Görürsünüz bu 9-da. Onda olacaq S bərabərdir 9 vurulsun 9 bölünsün 2. Yəni 81-i bölürük 2-yə. Bunu da onluq kəsrə çevirsək 40 tam onda 5. Rənglənmiş üçbucağın sahəsi nə qədərdir? Cavabı bir neçə üsulla hesablayın. Burada yeni keçdiyimiz qaydaya görə bu tərəf 12, tərəfə çəkilmiş hündürlük, yox, tərəf 12 deyil, çünki bu bütövdür 12. Deməli, tərəfi tapmaq üçün bu 12-dən 3-ü çıxırıq, bura qalacaq 9. Tərəfə çəkilmiş hündürlüyümüz də 5-dir. Onda olur S bərabərdir 9 vurulsun 5 bölünsün 2. Yəni 45-i bölürük 2. Bu da 22 tam onda 5. İkinci bir üsulla necə isə böyük üçbucağın sahəsini taparıq. Onda olacaq 12 vurulsun 5 bölünsün 2. Ondan çıxarıq bu balaca üçbucağın sahəsini. Yəni 5 vurulsun 3 bölünsün 2-ni bərabərdir. Bu 6 30-dan çıxırıq 15-də 2-yə böldük 7 tam onda 5-i. Bu da etdi yenə 22 tam onda 5. Burada görürsünüz, burada işarə qoyub ki, bax bu tərəflə, bu qırmızı ilə, baxın bu yaşıl qeyd etdiyim hissələrin uzunluqları bir-birinə bərabərdir. Bax burada işarə qoyub. Onu bölürük 2-yə, tapdıq bura 5. Bu 5 olduğu tərəf 5. Tərəfə çəkilmiş hündürlük 2. 5 vurulsun 2 bölünsün 2 bərabər oldu 5. Və ya yenə rəngli hissənin sahəsini tapmaq istəyirik. Bax bu üçbucaqla bu üçbucağın sahəsi olacaq. Bura B, bu hissəmiz 5-dir. Bunu bir şəkildə silim burada. Demək, necə tapaq? Bax, bu 10-u böldü 2 yerə. Bu hissəmiz 5-dir, bu hissəmiz də 5-dir. Bir də tapa bilərik necə?
İkinci bir yol, bax məsələn, bu üçbucağın sahəsini, rəngsiz olan üçbucağımızın sahəsini necə taparıq? Tərəf, bu tərəfə çəkilmiş hündürlüyü hasilinin yarısı bu 5. Digər böyük üçbucağımızın tərəfi isə 10'dur. 10 vurulsun, ona çəkilmiş hündürlük 2 bölünsün 2. Bu da 10. Onda böyükdən bu kiçik rəngsiz olan üçbucağı çıxanda 5 qalacaq. Yəni sahəni yenə də 5 tapmış oluruq. Digərində isə bu yenə körbucaqlı üçbucaqdır. Bax burada görürsüz işarələr qoyublar. Bu işarələr o deməkdir ki, buradan bura qədər məsafə ilə bu məsafəmiz bərabərdir. Yəni 20-ni 2 yerə böldük, 10, 10. Yenidən deyir ki, bu məsafə, bu da 10'dur da, çünki bununla eynidir. Yenə görürsüz 2 dənə xətt qoyub ki, yəni bunlar da bərabərdir. 10'u da 2'yə böldük, bura 5 oldu, bu hissə də 5 oldu. Bu da onun körbucaqlı üçbucağın hündürlüyüdür, 20. Onda bu yaşıl üçbucağın sahəsini tapanda tərəf vurulsun hündürlük bölünsün 2. O da bərabərdir. Bu oldu 10, yəni 50 millimetr. 50 millimetr və ya 5 santimetr kimi 5 kvadrat santimetr. Yox, burada 50 millimetr olur. Millimetrin kvadratı. Çünki sahədə kvadratla tapırıq. 50 kvadrat millimetr. Üçüncüdə üçbucağın burada deyir ki 2 daman 1 santimetr qəbul edir. Baxaq burada 1, 2, bu da yarısıdır. 2,5. Deməli bu tərəf oldu 2,5. Hündürlüyümüz isə 1, bu da 2. 2 santimetrdə hündürlük. Sahəni necə tapırdıq? Tərəf vurulsun hündürlük bölünsün 2. O da bərabərdir 2,5. İkincidə tərəf 1, 2, 3. Tərəf oldu 3. Hündürlük isə bunun xaricində olur daxı 1, bu da yarısı 1,5. Onda sahə olur 3 vurulsun 1,5 böl 2. Yəni 1,5 vurulsun 1,5, bu da 2 tam %25. Burada da körbucaqlı üçbucaq kimi baxaq. Bax bu tərəf 1, bir də yarısıdır 1,5. Bu körbucaqlı üçbucaqda bunun hündürlüyü də baxın bu xaricdə olur. Hündürlüyü də olur 1, 2. 2 tərəf vurulsun hündürlük bölünsün 2. O da bərabər olur 1,5. Burada tərəf yenə 3 damadır deyə 1,5. Hündürlüyümüz isə bu olacaq. 1, 2, 3. Hündürlüyü də oldu 3. Yəni 1,5 vurulsun 3 bölünsün 2. 1,5 vur 1,5. O da yenə 2 tam %25. Dördüncü məsələ, üçbucağın sahəsi verilmişdir. Hərflərlə işarələnmiş parçaların uzunluğu. İndi sahə verilir. Biz hündürlüyüdür. Yəni birinci sahə, yəni 30 bərabərdir. Tərəf 5 vurulsun hündürlüyü bölünsün 2. Bunu çarpaz vursaq bunun məxrəci 1'dir. Yəni 30'u vururuq 2'yə. 30 vurulsun 2 bərabərdir 5 vurulsun hündürlük. Buradan hündürlük bərabərdir 30 vur 2 böl 5. 30'u 5'e böldük 6. 6'nı da 2'ye vurduq 12. İkincidə sahə bərabərdir. Tərəf x-dır. Hündürlük 1,2'dir. Bölünsün 2. Yəni 1,8 bərabərdir. X vurulsun. 1,2'yi 2'ye böldük 0,6. X da bərabərdir 1,8 böl 0,6, yəni 18 böl 6, 3. C-də yenə sahə burada kvadrat millimetrdir, bu santimetrdir. Bunu da onda millimetrə çevirsək olacaq 20 millimetr. Sahə bərabərdir 150, tərəf 20, vurulsun hündürlük y bölünsün 2. Yəni 150 bərabərdir 10 y-ə, y də bərabərdir 15. Digərində yenə santimetr millimetrdir. Bu millimetri çevirsək 4 santimetr olacaq. Sahə bərabərdir tərəf D,
vurulsun hündürlüyümüz 4 bölünsün 2. Yəni 8 bərabərdir 2D-yə, D də bərabərdir 4-ə. Bizdə demək 1 var tərəf. Baxaq burada. Tərəf 12. Hündürlük isə 9-dur. Deməli biz bu sahəni tapa bilirik ki 12 vurulsun 9 bölünsün 2. Bu üçbucağın sahəsini başqa cür isə belə tapa bilərik. Tərəf 10, bu tərəfə çəkilmiş hündürlük isə x-dir. Yəni bərabər olur 10 vurulsun x bölünsün 2. Məxrəclər bərabər olduğuna görə sürətlər də bərabər olmalıdır. Yəni 12 vurulsun 9 bərabərdir 10 vurulsun x-a. Buradan x bərabərdir 12 vur 9 bölünsün 10. Bu da 108, 10'a böldük 10,8. Deməli x oldu 10,8. Eyni qayda ilə bu hündürlük, bu tərəf. Yəni 4 vurulsun y bölünsün 2 bərabərdir. İndi isə tərəf 5, ona çəkilmiş hündürlük. Çünki sahə dəyişməyəcək, eyni fiqurdur, eyni qədər yer tutacaq. Bərabər olur onda 5 vurulsun 3 bölünsün 2. Məxrəclər bərabər olduğuna görə sürətlər də bərabər olur. Yəni 4 vurulsun y bərabərdir 5 vur 3. Buradan y bərabərdir 15 bölünsün 4'ə. 15'i də 4'ə böldük. 3 tam 4'də 3. Yəni 3 tam %75. C bəndində burada amma biraz fərqlilik nə var? Yəni bu düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın sahəsini tapanda biz nə edirik? Katetləri hasilinin, yəni 6 vur 8 böl 2. Digər tərəfdən isə bu üçbucaq tərəf və bu tərəfə çəkilmiş hündürlük. Yəni bərabərdir h vurulsun 10 bölünsün 2. Məxrəclər bərabər olduğuna görə yenə sürətlər bərabər olmalıdır. Yəni 6 vur 8 bərabərdir h vurulsun 10. Buradan h bərabərdir 48 bölünsün 10'a, o da 4,8'ə. D bəndində bir körbucaqlı üçbucaqdır. Baxın bu tərəfi, bu da onun hündürlüyü. Biz onun sahəsini tapanda 10 vurulsun h üstəgəl 2 bölünsün 2 bərabərdir. Digər tərəfdən isə bu üçbucaq kimi bu hündürlük, bu da tərəf. Yəni 15 vurulsun h bölünsün 2. Yenə məxrəclər bərabərdir deyə sürətlər bərabər olur. H üstəgəl 2 bərabərdir 15h. Yəni 10h üzərinə gəl 20 bərabərdir 15h. Buradan da 5h bərabərdir 20'yə, h da bərabərdir 4'ə. Parkda sahəsi 20 kvadrat metr olan üçbucaq formasında oyun meydançasının planı hazırlandı. Baxın, bu üçbucağımızın sahəsi, buradakı bu üçbucağın sahəsi 20'dir. Bizə deyir ki, indi A və B nöqtələri arasındakı məsafə, yəni bu tərəf 10'a bərabərdir. C və D nöqtələri, yəni biz bax bu hündürlüyü tapmalıyıq. Buna sual qoyduq. Üçbucağın sahəsi, yəni 20 bərabərdir. Tərəf 10 vurulsun, buna x deyək, x bölünsün 2. Yəni 20 bərabərdir 5x-a, x da bərabərdir 4'ə. Deməli C dediyi nöqtələr arasındakı məsafə 4. İndi deyir, bu məsafə nə qədər olarsa, üçbucağı ilə təsvir edilən sahəsi 2 dəfə artar. Yəni indi sahə 40 olar. 40 bərabərdir, tərəf qaldı 10 vurulsun, x bölünsün 2. Buradan yenə 40 bərabərdir 5x-a, x da bərabərdir 8'ə. Deməli, hündürlüyü də 2 dəfə artırmaq lazımdır. Yəni, buradan görürük ki, tərəflə hündürlük sahə ilə hündürlük düz mütənasibdir. Tərəf eyni qalarsa, yəni sahə nə qədər neçə dəfə artdırsa, onda hündürlük də həmin dəfə artacaq.